Bugün də sağlamlığımıza mane olan məqamlara toxunmaq üçün gəlmişik. Axşam saatlarında artıq saat 6-nı keçir və 7-yə işləyib və biz nə az nə çox düz 2 saata yaxın müddət ərzində sizə çox yaxın olan bir mövzudan danışacaq. Yenə də hərəkət olacaq mövzumuz, yenə də ağrı olacaq mövzumuz, yenə də sinir zədələnmələri olacaq, fəqərələr arası disk zədələnmələrindən danışacaq. Bir balaca istədim ki, yırtıq sözünü də işlədim. Niyə də yox? Çünki biz yırtığa da toxunacağıq irəliləyən dəqiqələrdə və qeyd etdiyimiz kimi sağlam həyat bugün gündəlik hərəkətlərində səssizcə iştirak edən, amma zədələnəndə həyat keyfiyyətimizi ciddi şəkildə azaldan bir mövzu ilə gəlib görüşünüzə sizinlə Samirədir. Mikrofon önündə mən olacağam bugün və necə olur bu zədələnmələr, nədən olur, hansı səbəblərdən olur, ağrılar ümumiyyətlə olan zaman biz nə edə bilərik, qarşısını ala bilərikmi, yoxsa yox? Bu ağrılar adətən hansı hallarda yaranır? Bu suallarımızın təbii ki, cavabı gizlənəcək bugün kimdə? Fizioterapevt Çinarə xanım Hacıyeva studiyamızdadır və biz onunla bərabər araşdıracağıq bugünkü xəstəliyi. Salamlayıram sizi, xoş gəldiniz. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyirli olsun. Xeyir olsun. İlk öncə mən sizə təşəkkür etmək istəyirəm. Belə bir aktual mövzu ilə məni qonaq qismində proqramımıza dəvət etdiyiniz üçün təşəkkür edirəm. Biz təşəkkür edirik, dəvətimizi qəbul edib gəlmisiniz. Deyim sizə ki, bizim hər birimiz ani bir hərəkətdən demək olar ki, bu ağrıları hiss edə bilirik. Bəli. Mənim bildiyim qədərindən də ki, bu disk zədələnmələri daha çox hərəkətsiz vaxtla daha çox ortaya çıxır və yaxud hərəkətli halda da çıxır. Ən çox da bu kompüterlərdə, sonra oturaq həyat tərzidir, buna bir növ təkan verir. Sizdən əvvəla öyrənmək istəyirəm ki, fəqərələr arası disk dedikdə biz nəyə başa düşək? Çinarə xanım və ümumiyyətlə onun orqanizmdə əsas rolu nədən ibarətdir? Yəni fəqərə arası disk nədir? Bizim ümumiyyətlə orqanizmdə düzgün duruşumuzun formalaşmasında əsas sütun onurğa sütununun üstünə düşür ki, onurğa sütunu rol oynayır. Onurğa sütunu da özü fəqərələrdən və onlar arasında yerləşən fəqərəarası disklərdən təşkil olunmuşdur. Hər bir fəqərəarası disk fəqərələr arasında müəyyən funksiyaları yerinə yetirir və quruluşuna görə burada jeleyə bənzər nukleus pulposusdan təşkil olunmuş mərkəzi hissə, kənarında isə sərt fibroz həlqədən təşkil olunmuş anulus fibrosus dediyimiz iki hissədən təşkil olunmuşdur. Bunun bir çox funksiyaları yerinə yetirir. İlk öncə fəqərəarası disklər orqanizmdə amortizasiya rolunu oynayır. Nədir amortizasiya dedikdə? Biz hərəkət edən zaman, gəzən zaman, tullanan zaman, qaçış zamanı orqanizmə zərbələr yetirilir ki, hansı ki bu zərbədən amortizasiya ilə biz həmin bu jeleyə bənzər maddə mühüm rol oynayır. Eyni zamanda onurğaya stabilliyini qoruyur, əyilmək, elastikliyini qoruyur. Əgər elastiklik olmasaydı, onurğa sütunumuz elastik olmasaydı, biz heç bir hərəkəti, rotasiyaları, önə, arxaya əyilmələri, sağa, sola əyilmələri biz ondan eləyə bilməzdik. Və bu daha sonra bütün orqanizmin düzgün quruluşunu təşkil edir ki, və yükün bərabər paylanmasına. Əgər bizdə onurğa sütunu və irəli dəqiqələrdə biz xəstəliklərdən danışacaq, hansı ki fəqərəarası disklər zədələnərsə, hansı hallar ortaya çıxacaqdır? Çünki bu orqanizmdə düşən yükü bərabər şəkildə paylanmağa riayət edir. Əgər bu yüklər bərabər paylanmasaydı, bizdə boyun, bel ağrılarının daha erkən mərhələdə başlayardı və daha çox narahatçılıq, diskomfort hissi verə bilərdi. Elə isə gəlin onda niyə uzadaq? Disk zədələnmələri dedikdə biz nəyə başa düşürük? Biz disk zədələnmələri dedikdə, bəzən elə ilk anda disk zədələnməsi dedikdə biz insanlar arasında disk yırtığını nəzərdə tuturlar. Xeyr, disk zədələnməsi ilə disk yırtığı tamam ayrı bir nüansdır. Bəli, zədələnmə diskin fəqərəarası diskdə olan zədələnmədir ki, bu ilk öncə əvvəllər daha yaşlı insanlarda rast gəlinirdisə, son dövrlərdə bu patologiya daha erkən alınıbdır. 30-50 yaş arası insanlarda biz son dövrdə daha çox bunu görməyə başlamışıq. Burada səbəb pasport yaşı deyil, bioloji yaşdan rol oynayır ki, və bioloji yaş daha qocaldıqca həmin bu nüvəyə bənzər maddədə su itir və su itkisi baş verdikcə burada distrofik degenerativ proseslər başlayır. Dəyişikliklər və nəticədə fəqərələr arası məsafə daralır və məsafənin daralması gətirib burada həm kompression sınığa gətirib çıxarda bilər, sinir kökü sıxılmasına gətirib çıxarda bilər. Zədə və yırtıq bunların nəticəsi olur və hər bir orqanizmdə də yırtığa
keçməmizdən əvvəl yırtıq özü 3-cü mərhələdir və yırtığın formalaşmasında 4 mərhələ qeyd olunur ki, biz burada ilk öncə balciklərdən danışa bilərik, daha sonra protruziya, sonra yırtıq, daha sonra isə sekvestrdən danışacağıq. Və bunların hər biri də hər mərhələdə xəstədə ayrı-ayrı klinik mənzərə ilə özünü göstərir. Təbii ki, ilk öncə ağrıdır ki, ağrı siqnaldır və bizim üçün həkimə getməyimiz üçün, hər hansı bir vasitəyə əl atmağımız üçün ilk öncə biz ağrı ilə müşahidə olunur da bu xəstəliklərin hər biri. Bəli, yəni ağrı demək olar ki, həkimə aparır insanları və dözə də bilmirlər ona görə. Yəni əlacları olsa bəlkə də biraz uzadarlar. Amma baxıram ki, görürəm ki, yox, ağrıya dözə bilmirlər, ona görə müraciət edirlər. Bildiyim qədərindən çox da kəskin, çox şiddətli bir ağrıları olur. Dediniz ki, yox, disk yırtığı bambaşqa bir şeydir. Disk zədələnməsi ayrıdır. Bunların arasında fərqi qısa. Disk zədələnməsi gətirib disk yırtığına sonda nəticə olaraq çıxır. Amma zədənin nəticəsində deyil. Tək disk zədələnməsinin hamısı gətirib disk yırtığına təbii ki, çıxara da bilməz və burada orqanizmin öz rolu, həmin bu fəqərəarası disklərin möhkəmliyi, kənarındakı əzələ bağ aparatının rolu təbii ki, böyükdür və hər disk zədələnməsi, məsələn, burada disklər arasındakı zədələnmə dedikdə, məsələn, mayenin miqdarı sorulduqca, getdikcə məsafə bir-birinə yaxınlaşar, kompression sınıqlar əmələ gələr, degenerativ distrofik proseslər əmələ gələr ki, və amma xəstələr ilkin dövrdə bunun üstünə düşərsə, bunun yırtığa keçməsinin, protruziya keçməsinin təbii ki, qarşısı alınacaqdır. Yox, əks təqdirdə artıq yırtıq olacaq ki, və burada yırtıq dedikdə nəyi nəzərdə tutur? Həmin bu jeleyə bənzər maddə ki var, o anulus fibrosus dediyimiz o kənardakı sərt həlqəni keçir və o kanalın mərkəzinə doğru əvvəlcə qabarma şəklində, protruziya şəklində özünün bir özə verir. Bəli, əgər biz bunu qoruyub olduğu səviyyədə saxlaya bilmiriksə, artıq bu yırtığa keçirir. Yırtığı olduqda nə olur, nə baş verir? Həmin bu nukleus pulposusun ya özü tamlıqla və yaxud da bir hissəsi keçir, sinir kökünə baskı eləyir və bu sinir kökünə baskının dərəcəsindən asılı olaraq, yerləşməsindən asılı olaraq da ağrıların lokalizasiya dəyişir. Və bizdə onurğa sütunu özü boyun, döş, bel və oma nahiyələrindən təşkil olmuşdur və hər nahiyədə də həmin bu yırtığın əmələ gəlməsi, fəqərəarası diskin zədələnməsi də fərqli şəkildə ağrılarla özünü təzahür edəcəkdir. Dinləyicilərimiz artıq mənə elə gəlir ki, təxmin etdilər necə bir mövzudur və əsasən hansı sualları yönləndirə biləcəklər bu gün həkimimizə. Ona görə də fəqərələr arası disk zədələnmələri haqqında bilmək istəyirsinizsə və nəyə bilmək istəyirsinizsə, o zaman biz hal-hazırda WhatsApp nömrəmizi sizin üçün xatırlatmaq istəyirik. Yeri gəlmişkən diqqətiniz bizdə olsun, səsləndirirəm. WhatsApp 055 93 490 93. Bəli, məhz suallarınızı bu nömrəyə göndərəcəksiniz, cavablandıracaq həkim, fizioterapevtdir Çinarə xanım Hacıyeva, sağlam həyatdadır bugün. Biraz əvvəl söylədiniz ki, təbii ki, əgər fəqərələr arası disk zədələmələrindən danışırıqsa, o ən çox ziyan vurur, deməli, belə, təbii ki, sonra əgər yuxarıdan aşağı doğru gedərsə, boyundur, döş, bel, oma fəqrələri. Ancaq hərəkətlilik baxımından deyəndə 80% bu belin üzərinə düşür. Çünki orqanizmin əsas yükünü bel daşıyır. Daha sonra boyunda rast gəlirik, daha sonra döş, omada, bunlarda isə daha azdır. Və belə deyim, döş fəqrələrində təbii ki, rast gəlmirik demək deyil ki, rast gəlirik ki, ancaq bunlarda ağrının lokalizasiyası, ağrının xarakteri o qədər də insanları diskomfort hissi yaşatmır. Bel hərəkətli olduğu üçün, bütün orqanizmin yükünü daşıdığı üçün ilk öncə bel ağrılarından daha çox rast gəlirik son dövrdə 80% hallarda. Digər hallarda isə boyun ağrılarıdır, bəli, son dövrdə aktual bir problemdir. Bir də Çinarə xanım, diqqət etmişik ki, belində ağrı və yaxud da ki, artıq yırtığı olan, disk zədələnməsi olan insanın yerişində müəyyən bir dəyişikliklər olur. Yəni belə çıxır ki, həm də aşağı ətraflara da yük düşdüyünə görə əsasən də bu diz oynağına burada yükdən yəni bir növ təsir edir. Bəli, təbii ki, yükdən. Burada həmin o yırtıqdır, həmin zədədir, sinir kökünə etdiyi baskıdan dolayı, əgər bu boyun fəqrələrində müşahidə olunursa, burada təbii ki, tək boyunda ağrı lokalizasiya olunmur. Baş ağrıları, güclü baş ağrıları verir, qollara, çiyinlərə verən ağrılar, əl barmaqlarına, gücsüzlüyə qədər keyimə, uyuşma gətirib çıxarır. Bəzən elə bir hal yarana bilir ki, hətta bir karandaşı belə əldə tutmaq bu mümkünsüz olur. Lakin bəzən diaqnoz
diaqnostika etmək də bizə vacib rol oynayır. Çünki bəzən bunu çiyin ağrılarına, çiyin zədələnmələrindən səhv də salmaq olur. Əslində proses boyunda gedir, amma ağrının yayılması irradiasiyasına əsasən beldə də o eyni qaydadadır. Beldə olan ağrı tək beldə kifayətlənmir. Burada həmin o sinirə baskıdan asılı olaraq aşağı ətraflara, bir və yaxud da hər iki ətrafa adətən bir tərəfli olur ki, sol və ya sağ aşağı ətraf boyunca ağrı yayılır. Ağrının yayılması da yenə də həmin o L1, 5 fəqrədən təşkil olunur. L1, L2, L3, L4, L5 və S1 və bunların hansı fəqrəarası diska zədələnməsindən asılı olaraq və nahiyələr də fərqlidir. Məsələn, bəzi insanlar xarakterizə edir ki, ağrılar bəli beldən başlayır, aşağı ətraflarda arxa ilə gedir, tam baş barmağa qədər irradiasiya eləyə bilər. Burada tamam fərqlidir, amma dizə qədər olan budun ön səthindən gedən ağrıda burada tamam fərqli fəqərə zədələnməsinin müşahidə olunur. Ən çox bu problemi hansı yaşda insanlar görürlər? Adətən son dövr daha çox rast gəldiyimiz 30-50 yaş arasıdır. Niyə 30? Çünki cavan yaşlarda orqanizm cavan olsa da, amma burada nataraz hərəkətlərdən söhbət gedir. Çünki son dövrlərdə idman zallarında daha ağırlıq qaldırma ilə məşğul olurlar. Bəzən trenersiz, nəzarətsiz də olunur, amma bəzən hallarda isə məşqçinin özü belə düzgün şəkildə verməyə bilər. Çünki bu əvvəlində bu onurğa sütununun hansı vəziyyətdə olduğunu, disklər necədir, onu bilinmir. Yaxşı olardı ki, ümumiyyətlə idmana başlamamışdan qabaq bir onurğa filmi çəkilərdi, həkim müayinəsi olunardı. Ondan sonra onlara deyilə bilərdi ki, sizə hansı hərəkətlər olar, hansı hərəkətlər olmaz. Bəli, disk yırtığının müalicəsində əsas rol idmanın üstünə düşür. Amma müalicəvi idman hərəkətlərinin bəzi idman növləri var ki, məsələn, basketbol oynayan zaman, futbolda, xizək sürən zaman həmin bu şəxslərdə daha çox onurğada zədələnmələr rast gəlinir. Və bu idman növü ilə məşğul olmaq məsləhət görülmür. Əgər problem varsa məsləhət görülmür, yox, əgər onurğada problem yoxsa təbii ki, məsləhətdir. Təbii ki, həmin insanlardan söhbət gedir. Onlarda da birdən-birə bunu tamamilə dayandırmaq bu özü də gətirib daha böyük patologiya çıxarda bilər. Sadəcə alternativ idman növlərindən istifadə etsələr daha yaxşı olardı. Niyə disklərimiz vaxt keçdikcə elə bir elastikliyi itirir? Çünki orqanizm yaşa dolduqca, burada yenə bioloji yaşdan rol oynayır ki, həmin o diskin tərkibindəki suyun miqdarı azalır. Mayenin miqdarı, bəli, maye itkisi azalır. Səbəb odur ki, qidalanma pozulur. Maddələr mübadiləsinin pozulmasıdır. Ümumiyyətlə disklər diffuziya yolu ilə qidalanır. Burada xırda kapilyarlar var ki, həmin o kapilyarlar diffuziya yolu ilə qidalanır və getdikcə bu yaş artdıqca və digər xəstəliklər fonunda da ola bilər ki, məsələn, şəkərli diabetdir, hiperlipidemiyadır, hiperxolesterinemiyadır ki, həmin bunlarda damar divarında adi kişilərdə siqaret çəkmələrdir ki, bu insanlarda daha çox mübadilə zəifləyir və qidalanması pozulur deyə artıq başlayır daha erkən yaşa özünü biruzə verir. Yaşlılarda isə getdikcə təbii ki, bu normal olaraq azalmalıdır ki, və bu da hər orqanizmdə özünü bir cür göstərir. 60 yaşından sonra demək olar ki, amma az görürük. Səbəb artıq anulus fibrozu, sansız jeleyə bənzər maddə kənardakı olan sərt maddə ilə birləşir. Və adətən 60 yaşından sonra bəli ilk dəfə rast gəlinirsə belə ağrısı, burada daha diqqətli olmaq lazımdır və səbəbi araşdırmaq lazımdır. Əvvəlcədən edə biləcəyimiz nəsə var? Bayaq söylədiniz, məsələn, maye itkisindən ola bilər. Əvvəlcədən edə biləcəyimiz ən əsas bir şey, yəni təbii ki, digər xəstəliklər nəzərə alınmalıdır ki, hansı səbəbdir. Risk faktorlarını azaltmalıyıq, daha yaxşı olardı. İdmanla artıq çəkini azaldarsaq daha yaxşı olardı. Onurğaya düşən yükün miqdarını azaltmaq üçün burada əzələ bağ aparatında güclənmə, bunu daha növbəti dəqiqələrdə qeyd edirik. Danışarıq. Yaxşı. O zaman nə edirik? Dinləyicilərimizdən suallar gəlir. Yavaş-yavaş 055 93 490 93-ə yazın, göndərin. Ümumiyyətlə disk zədələmələrindən danışırıq, fəqərələr arası disk zədələmələrindən və yaxın bir mövzu kiməsə ola bilər. Əslində ona görə də məsələn yaxın günlərdə əməliyyat keçirmisinizsə və yaxud da ki, ümumiyyətlə müalicə almısınızsa, insanlar var ki, deyir ki, mən əməliyyatı
yəni heç belə istəmirəm. Nə qədər bacarırsaq baxıram ki, uzatmaq istəyirlər. İndi sizdən soruşacağam məsələn, bunu korsetlərin sayəsində mümkündür uzatmaq, ümumiyyətlə kömək edirmi hər hansı bir steroid dərmanların sayəsində bunu uzatmaq və düz edirikmi ən əsas? Bunların hamısının cavabı təbii ki var. Bu gün studiyamızda qeyd etdiyimiz kimi fizioterapevt var, Çinarə xanım Hacıyeva sizin suallarınızı gözləyir. Aktiv olun və irəliləyən dəqiqələrdə biz mövzunu davam etdirəcəyik. Sağlam Həyat proqramını dinləyirsiniz Sağlam Radioda 93 FM-də. Amma sağlam həyatımıza mane olan o qədər faktorlar var ki, əziz dinləyicilərimiz, bu gün elə o xəstəliklərdən birini çıxarmışıq gündəmimizə. Düşünün ki, fəqərələr arası disk zədələnmələri dedikdə artıq bizim yadımıza nə düşür? Beldə ağrılar, boyunda ağrılar, ayaqlarda ağrılar və dediyimiz kimi əyilərkən, qalxarkən, oturarkən bu ağrıları hiss edirik adi günlərdə. Ona görə bəzən bunun arxasında ciddi bir problemin olduğunun fərqində olmuruq. Bax, bu artıq bir bizim üçün ciddi siqnal olmalıdır. Ona görə ağrıların bizə nə demək istədiyini biz çox yaxşı dinləməliyik. Bu baxımdan bizə kömək edir bu günləri fizioterapevtimiz Çinarə xanım Hacıyeva. Sizin də suallarınız var. Oxuyacağam birazdan. 055 93 490 93-də gözləyirəm suallarınızı. İdman və hərəkət terapiyası hansı mərhələdə bu problemdə kömək edə bilər? Bunu dinləyicimiz yazdı Çinarə xanım. Lap yaxşı. İdman və hərəkət terapiyası təbii ki, ümumiyyətlə fəqərarası disk zədələnmələrinin, eyni zamanda yırtıqların həm profilaktikasında, həm müalicəsində idmanın rolu əvəz olunmazdır. Amma burada bir nüansa toxunmaq lazımdır ki, burada kəskin dövr, əgər lap kəskin dövrdürsə, burada idmanı bir 3-5 gün sonrasında almaq daha uyğun olar ki, kəskin dövrü atlatdıqdan sonra. Çünki həmin kəskin dövrdə xəstəyə, demirəm uzun müddətli istirahət lazımdır, amma oturaq həyat tərzindən daha çox uzanıqlı vəziyyət, gün ərzində bir neçə saatı uzanıqlı həyat tərzi kimi qeyd eləsələr daha yaxşı olar. Çünki səbəb odur ki, ani kəskin bir dövrdə riskli bir hərəkətlər, bunlar onun ağrısını biraz daha da artıracaqdır. Bu dönəmdə kəskin dövrdə yaxşı olar əsasən medikamentoz müalicəsi olunan, yəni dərman müalicəsinə üstünlük vermək. Əgər tam kəskin şəkildə xəstə ağrı siqnalı da fərqlidir də. Yəni ağrı elə bir şeydir ki, hər orqanizmdə individualdır. Çünki qıcıq qapısı fərqlidir. İnsanlar var ki, bir neçə dəfə ağrıyır, onu ağrı kimi qəbul eləmir. İnsan var ki, cüzi bir ağrını daha çox böyüdür. Və burada ağrının xarakterinə, qıcıq qapısından asılı olaraq biz orada əvvəlcə ev şəraitindədirsə soyuq və ya isti kompresinin qoyulması. Əgər tam kəskin başlayıbsa ilk dönəmlərdə soyuq kompreslər də istifadə oluna bilər. Amma zaman keçdikcə bunu isti kompreslə əvəz eləmək, medikamentoz, qeyri-steroid, iltihab əleyhinə dərman maddələrindən, mazlardan, geldən istifadə edib bir balaca ağrını sakitləşdirib daha sonra idman hərəkətlərini həyata keçirsələr bir o qədər yaxşı olar. İdman hərəkətləri də yenə dediyim qaydada müalicəvi idman hərəkətlərindən söhbət gedir. Burada məqsədimiz var. Çünki onurğanın kənarında olan onurğaya bağları dəstəkləyici əzələləri biz gücləndirməliyik. Qarın əzələlərini gücləndirməliyik. Çünki məqsədimiz burada onurğaya düşən yükün miqdarını azaldırıq ki, hansı ki o sinirə baskını azaltmaqdır məqsədimiz. Ən çox sinirə baskı orada olur çünki. O zaman biz hərəkət eləyə bilmirik. Daha doğrusu edərkən də ağrı hiss edirik. Çox ağrılı olur. Çox doğru. Disk yırtığından bağlı biraz davam etmək istəyərdim. Məsələ burasındadır ki, əzələdir və yaxud ki, oynaq problemləridir. Deyirlər ki, disk yırtığı ilə bilavasitə olaraq ki, yəni hansı ki, siz də bayaqdan danışırsınız, yəni bağlı olur. Bağlı olur. Bu əlaqəni Bu əlaqə sinirlər üzərində qurulur. Bu əlaqəni başqa bir faktorlar da yaradır. Maraqlıdır ki, burada sinir çünki bildiyimiz qaydada həm əzələni, bağı, oynağı qidalandır. Bütün orqanizmi idarə eləyir. Çünki əgər tək burada fəqərarası disk zədələnmələrində sinirlərdədirsə ağrı, bu zaman bağlarda da zəiflik müşahidə olunacaq. Həmin aparatları təşkil edən oynaqda dəyişiklik müşahidə olunur və eyni zamanda həmin bu məsələn bel ağrılarını misal çəkiriksə, tək ağrı beldə lokalizasiya olunmur. Aşağı ətraflara da yayılır və oynaq ağrılarına birlikdə müşahidə olunur. Bəzən hətta xəstələr onu dizim ağrıyır, ağrı dizdən belə doğru qalxdığını söyləyirlər, amma təbii ki, burada səbəb beldir. Əgər biz burada beli müalicə eləməsək, diz oynağındakı dizi müalicə etsək, o qədər də effekt əldə eləməyəcək. Çünki səbəb beldən qaynaqlanıbdır. İlk öncə belin üzərinə düşəcək, hansı ki, burada fəqərarası sinirin hansı səviyyədə zədələnməsini aradan götürməyə qalxır. Təbii ki, burada ilk öncə sinir zədələnirsə, burada faktor
faktor olaraq iltihab var. Birinci iltihabı aradan götürəcək. Bu ilk nüansdır ki, kəskin dövrdə biz bir məqsədimiz iltihabı aradan götürmək olacaqdır. Burada həm medikamentoz müalicə üsullarının yanaşı, eyni zamanda fizioterapiyanın da rolu böyük rol oynayır ki, kəskin dövrdə əgər təbii ki, burada iltihab əlamətləri, qan dəyərləri icazə verirsə, digər daxili orqanların problemləri icazə verirsə, təbii ki, burada fizioterapiya ilə də başlayıb, daha sonra sonda idman hərəkətlərinə doğru gedirik. Və idman bizim burada vazgeçilməzimizdir ki, çünki həm müalicədə, həm də gələcəkdə profilaktik olaraq biz o idman növlərini mütləq şəkildə istifadə etməliyik. Bir halda ki, siz səbəbləri başladınız sadalamağa, elə dayanmayın. Yəni bir səbəb iltihabı göstərdiniz, sonra nə gəlir sırada? Məsələn, bu iltihab özü nəticə olaraq nəyinsə nəticəsində oturaq həyat tərzi, son dövrlər məsələn adi sürücüləri misal gətirmək olar ki, günün bir neçə saatını onlar oturaq həyat tərzindədirlər və bu zaman onurğaya düşən yükün miqdarı artır. Yatış pozasını misal gətirə bilərik ki, üz üstə yatanda qarın daxili təzyiqin artması onurğaya düşən yükün miqdarını artırır. İdmanla məşğul olanlar, məsələn, adi bayaq sadaladığımız kimi futbolla məşğul olanlarda, basketbol oynayanlarda, yəni hansı ki bunlar və düzgün səmtsiz şəkildə hərəkətlər etdikdə cəld, ani hərəkətlər bu gətirib çıxarda bilər. Artıq çəki, piyələnmənin rolu əvəz olunmazdır ki, burada bəzən olur. Çünki səbəb odur ki, ən çox da qarın daxili təzyiq artır, qarın əzələləri zəifləyir, onurğaya belə yük çox düşür və yükün düşdüyü miqdarda həm yük çox düşür, həm də burada artıq maye itkisi baş verir. Səbəb də odur ki, artıq qidalanma diffuziya yolundan, bayaq qeyd elədiyimiz ki, diffuziya yolundan artıq mübadilə pozulur və mübadilə pozulur, qidalanma pozulursa getdikcə jırılaya hansı ki sərt həlqə belə cırılır, ani bir travmaya məruz qaldıqda cırılır və nüvə, pulpoz nüvə daxili sinirə doğru baskı eləməyə başlayır və bunlar ağrının xarakterindən asılı olaraq dəyişəcəkdir. Ən çox da oturaq həyat tərzi. Çünki adi iş şəraitində belə əgər bəzi sahələr var ki, məcbur oturaq həyat işlə məşğul, heç olmasa hər saatda bir 10 dəqiqə olsa belə ayaq üstə qalxıb biraz gəzmək və yaxud əksinədirsə biraz istirahətlə məşğul olmaq bu onurğaya düşən yükün miqdarını azaldır. Həmişə deyirlər ki, 20 üstə gəlir 20, yəni o üsul var, düstura əməl etmək lazımdır. Yəni fasilə vermək lazımdır. Sonra yenidən işinə davam etməlisən, amma edirikmi? Bax bu məsələ budur. Edirikmi? Genetikanı burada səbəblərin arasında harda axtaraq? Çoxdur genetik faiz. Genetik faiz var, amma belə deyim də genetik demək olmaz ki, əgər burada genetika rol oynayır, ancaq bu hamıda da rast gəlinir. Xeyr, çox nadir hallarda rast gəlinən bir şeydir. Çünki burada tək genetikanın üstünə yük düşmür. Çünki əgər genetik faktor varsa, bu demək ki, bu həmin qrup insanlar risk qrupuna daha çox daxildir. Amma təbii ki, elə genetik faktor ola bilər ki, heç bunlarda ağrı ilə, yəni sinir sıxılmasının özünü biruzə verməyə bilər. Çünki onun həyat tərzi düzgündür. Çünki düzgün balanslı qidalanması var, düzgün həyat tərzi var, düzgün yaşam tərzi var ki, yəni o artıq gətirib ona çıxarda bilməz. Amma genetik faktorların içərisində, məsələn, əgər sağlamlığına riayət eləmirsə, məsələn, adi siqaret çəkmələrdir, oturaq həyat tərzidir. Bunlar hamısı burada heç genetik faktor olsa da, olmasa da yenə də rast gəlinəcəkdir risk zədələnmələr. Aydındır. Düzgün qidalanmanı yəqin ona görə qeyd etdiniz ki, yəqin ki, düzgün olmayan qidalanma gətirir çıxarır artıq çəkiyə. Artıq çəki, bəli, obez yaranır, piyələnmə və sonda nəticə olaraq da belə deyim, heç həmin xəstələri biz əməliyyata belə alsaq, yəni ondan sonra bu disk yırtığı yaranmayacaq demək deyil. Çünki mütləq şəkildə birinci növbədə artıq bu dəqiqə neyrocərrahlar belə artıq çəki ilə olan xəstələrdən ilk sözləri olur da, yəni artıq çəki azalmalıdır. İstəyirsənsə ki, əməliyyata getməyəsən, təbii ki, əməliyyata getsə belə, əməliyyatdan sonraki dövründə belə xəstələrə reabilitasiya lazım olur. Çünki artıq çəki var orada. Əməliyyata gələcəyi mən əsasən özüm saxlayıram onu son dəqiqələrə. Ağır əşyalar qaldırmaq diskə birbaşa olaraq təsir göstərir. Disk zədələmələrinə demək olar ki, təsir edən faktorlardan ən çox da bəli.
Bəli, ağır əşyalar qaldırmaq. Burada həm ağır əşyalar qaldırmaq, bəzən olar ki, yükün miqdarı az olar, amma onu biz səmtsiz şəkildə qaldırarıq. Əgər bəzən də olar ki, elə ağır yükü biz normal səmtlə qaldırsaq, heç o qədər də ağır verməz. Çünki burada onurğanın əyilib əyilməməyindən, onurğanın önə doğru əyilərək yerdən hər hansı bir əşyanı qaldırırıqsa, burada biz onurğaya yükü daha çox salırıq, xüsusilə də bel şöbəsinə. Necə qaldırmalıyıq Biz Çinarə xanım? doğru şəkildə dizdən qatlanaraq, diz üzərinə oturaraq yerdən nəyisə qaldırmaq. Aha. Və Yəni düz əllər vəziyyətdə yox. Bəli, düz vəziyyətdə yox. Düz vəziyyətdə onurğanı önə doğru əyilərək yerdən nəyisə götürmək, ağırlıq qaldırmaq yox da, diz üzərinə qatlanaraq və onu çalışmaq lazımdır ki, əllər yuxarı ətraflar bədənin kənarında olsun və o şəkildə qaldırmaqla biz onurğaya daha az yük salacağıq və məqsədimiz odur ki, onurğaya düşən yükün miqdarı azalsın. Çünki bizdə həmin o fəqərarası disklər bizdə onurğanda düşən yükü bərabər paylamağa çalışır. Amma yaş keçdikcə, bunların özü zədələndikdə və hər gün bura bir zədə olduqda ani elementar bəzən ola bilər ki, 1 kiloqram çəki belə burada disk yırtığının yaranmasına səbəb ola bilər. Çünki zaten disk zədəlidir. Çünki sağlam disk deyil. Biz onu illərcə zədələyib gətirib o formaya çatdırmışıq. Artıq 1 kiloqram çəki, yəni riskli bir hərəkət, əyilmə, rotasiyalar, onurğanın rotasiyası gətirib yırtığa çıxara bilər. Çox görürük, inanın ki, adamın ürəyi ağrıyır. Bəzən o mənzərələri görəndə marketdə xüsusən bu çalışanlar belə deyək də marketin kənarından hər hansı bir əşyaları, ağır əşyaları necə daşıyırlar və düşünün ki, bu gündəlik bir onların işidir. Hər gün təkrarlanır və mənə elə gəlir ki, onlarda gecə tezi belə bir problemlər ortaya çıxacaq. Protruzya da olacaq, disk yırtığı da olacaq. Yəni bilmirəm onlara necə bir məsləhət görə. Yəni onlara demək ki, əyilin, dizdən qaldırın əşyanı. Biz buradan deyəcəyik 2 saatdan sonra yadlarından çıxacaq. Həm unudacaq, həm də tələsmək xatirinə. Amma birinci özümüz öz sağlamlığımızın qeydinə qalmalıyıq. Onurğanı qorumalıyıq. Çünki orqanizmin əsas sütunudur. Və burada bütün sinirlər xarici olur və həmin sinirlər bütün orqanizmi idarə edir. Biz buradan boyundan omaya qədər olan bütün sinirlər, hardasa yuxarı ətraflara, aşağı ətraflara innervasiyası. Əgər biz bunu qorumuruqsa, gələcəkdə daha çox ağrı ilə, sinir ağrılarının da sağalma periodu, yəni bu orqanizmdən asılı olaraq dəyişir. İnsan var, hər hansı bir dərmana daha tez tabe olur, 1-2 həftəlik müalicə ilə ağrını azaltmaq olur. Bəzən olur bu 5-6 aya qədər davam edə bilər. Çinarə xanım, bir də bir məsələ də var ki, məsələn, dediniz ki, travmalardan sonra da yaranır bu disk zədələnmələri və yaxud hər hansı bir qəzadan sonra. Yəni bunlarda da müalicə müddəti biraz uzun çəkə bilir, yoxsa məsələn bayaq sadaladıqlarınızla bunların arasında fərq necədir? Çünki söylədi, səhv etmirəmsə, dediniz ki, baxır insanın özünün yenidən adaptasiyasına, yəni ağrıya qarşı. Orqanizmdən asılıdır. Burada travmanın, zədənin də rolu böyükdür ki, məsələn, hansı səviyyədə və necə zədələnmədən, hansı travmadan söhbət gedə bilir. Məsələn, bəzən olur ki, elə onurğa beyin zədələnmələri olurdu ki, burada tam kəsi səviyyəsindədir. Biz burada nəticəni çox uzun müddətlərlə nəticəni ala da bilərik, heç almaya da bilərik. Aldığımız nəticə burada nə ola bilər? Cüzi hissiyat bərpası. Amma tam kəsi səviyyəsində deyilsə, cüzi zədələnmədirsə və orqanizmdə gedən digər patoloji xəstəliklər, problemlər burada böyük rol oynayır ki, yanaşı gedən hansı xəstəlikləri var və biz orada reabilitasiya proqramını tamına xəstəyə verə bilirikmi? Bəzən olur, xəstə gəlir, biz onun reabilitasiya proqramına hər xəstəni də ala bilmirik. Çünki bunun daxili orqanlarının problemləri, ürəklə bağlı, şəkərli diabet, digər vəziyyətlər, qan təhlillərinə baxırıq. Hər xəstəyə xüsusən yaşlı adamlar. Bəli, xüsusən hər xəstəyə də yanaşım fərqli olmalıdır. Çünki bunların digər ikincili xəstəlikləri də var. Orqanizm individualdır. Bəzən olur, amma bel ağrılarını visceral orqanların ağrıları ilə səbəb salırıq. Belim ağrıyır deyəndə elə hər bel ağrısı disk zədələnməsi demək deyil. Bəzən daxili orqanların ağrısı belə lokalizasiyanı belə verə bilər. Və yaxud da ki, bel ağrısının tək səbəbi də elə disk yırtıqları, disk zədələnməsi deyil. Sadə bir misal deyim ki, əzələ spazmı da ola bilər.
belə hər əzələ spazmında da bəzən olur ki, xəstələr özlərindən dərman, iynə dərman müalicəsinə daha çox qaçmağa üstünlük təşkil edir. Amma əzələ spazmında ağrını azaltmaq üçün, amma əzələ spazmında heç buna ehtiyac belə yoxdur. Çünki özünün müəyyən bir dövrü var ki, qısa bir manual terapiya ilə biz bunu aradan götürə bilirik. Çünki əksər 70% hallarda da yəni burada əzələ spazmıdır. Daha sonra biz bunu əgər həkim müayinəsində əzələ spazmı olduğu inkar olunarsa ki, əzələ spazmı deyil, artıq burada disk zədələnməsidir. Bundan sonra medikamentoz müalicəyə üstünlük versək daha yaxşı olardı. İlkin əzələ spazmı sadəcə bir stressə də reaksiya verə bilər. Çünki bilirik ki, əzələlərimiz də sinirlərlə zəngindir. Gündəlik də stres həyatımızın bir hissəsidir və sinir ağrıları ola bilər. Xeyr, bəli, adi əzələ ağrısı ola bilər, əzələ spazmı. Biraz boş, yəni sakitləşdikdən sonra o ötüb keçəcək. Bir də Çinarə xanım, yəni bizim hamımız adətən bu tip xəstəlikləri yaşlı nəsil nümayəndələrinə şamil eləyirdik də. Yəni hətta o vaxt Azərbaycan filmlərində belə yadınıza gəlirsə Arşın mahnılarında, yəni yaşlı nəsil nümayəndəsi, yəni belə görürdü. Yaşlı adamlar əyiləndə qalxmaq onlar üçün çətin olurdu, ağrılar olurdu. Amma gənclərdə artıq son zamanlarda bunu görmək, hətta baxıram ki, görürəm ki, bəzilərini də oradan görürəm də, yəni köynəklərinin altından artıq korset, sonra belə dartıcıdır bir nəsə bir geyinirlər, sırf olaraq onurğalarını düz saxlamaqdan ötürü, ağrılar olur deyə bundan istifadə edirlər. Yəni o qədər mən doğrudan belə narahat eləməyə bilməz. Yəni baxıram ki, doğrudan çox ciddi bir siqnal olmalıdır bu gənclərimizə. İndi insanlar var ki, məsələn idmanla məşğul olur, peşəkar bir idmanla məşğul olur da. Artıq o bəzən travmadan, yəni aldığı idman hərəkətlərindən sonra bu ağrıları hiss eləyir. Amma adi insanlar yaxşı idmanla məşğul olmur. Niyə olsun? Demək ki, ağır qaldırmaq təsir edirsə, bunu etməyəcəksən də və yaxud da ki, düzgün qaydasını siz bayaq söylədiniz. Bu cür qayda ilə etmək mümkündür, düzdürmü? Həm də həyat tərzimiz də son dövrlərdə həyat tərzi daha çox oturaq həyat tərzidir bizdə. Yəni avtomobil 5 addımlıq yolu piyada getmirik. Heç kəs. Avtomobildir, həyat tərzi məktəblərdir. Hazırda yəni ancaq uşaqlarda ağır çantaların qaldırılması bu böyük rol oynayır. Düzdür, həmin məktəb yaşı uşaqlarda disk zədələnməsini nəzərdə tutmuruq ki, onurğanın əyriliyi ilə bağlı olan problemləri nəzərdə tuturam. Amma iləri dövrlərdə bunların hamısı gətirib təbii ki, disk zədələnməsinə, sinir ağrılarına belə gətirib çıxarır, əgər o normal şəkildə müalicə olunmazsa. Oturaq həyat tərzi burada ən vacib rolu o oynayır. Çünki səbəb əzələ zəifliyidir. Əzələlərimiz zəifləyərsə, onurğanı saxlayan, belə deyək, onurğada əzələ bağ aparatı zəifləyir. Getdikcə onurğaya düşən yükün miqdarı artacaqdır. Bizə ona görə lazımdır ki, müalicəvi idman hərəkətləri ki, düşən yükün miqdarı azalsın. Onurğaya düşən, eləcə də oynağa düşən yükün miqdarını azaltmaq üçün əzələni gücləndirməliyik. Biz bir nüansı, məsələn, diz ağrısında biz budun dördbaşlı əzələsini gücləndiririk. Səbəb odur ki, dizə oynağa düşən yükün miqdarını azaldırıq. Əgər dördbaşlı əzələyə müalicə edən zaman onu nəzərə almarıqsa, burada heç bir müalicənin yaxşılığından effekt gedə bilməz. Biraz əvvəl uşaqlarla bağlı danışdınız. Dediniz ki, məsələn, disk zədələnmələri çox nadir hallarda olur, amma uşaqlarda skalyoz olur. O da ağır çantaları çox düzgün vurğuladı. Çantaların qaldırılmasından sonra yaranır. Bəzən valideyn bunu görmür, müəllim görür. Çiyinlərin biri əyri, məsələn, həm ağır qaldırma, həm də düzgün olmayan oturuş qaydası, duruş qaydası, bir istiqamətlə və ağır çantaları belə adətən hallarda, yəni bir tərəfli götürürlər. Yaxşı olar bunu bərabər porsiyalara bölüb iki tərəfli götürsək, yəni onurğaya düşən yükün miqdarı bərabər paylanardı. Bu dəqiqə daha çox rast gəlinən uşaqlar arasında skalyozlar daha az yaşlarından baş verir. Soruşur dinləyicimiz elə, manual terapiya, masaj hər zaman uyğundur? Xeyr, hər zaman xeyr. Göstəriş olmalıdır. Göstəriş olmalıdır. Kəskin dövrdə manual terapiya, masajı adətən sıradan bir müalicə üsulu kimi, bəli, ağrıdımsa burada masajın rolu xeyr. Disk yırtığında masaj əks göstərişdir. Biz burada masajı eləməkdə məqsədimiz nə ola bilər? Kəskin dövr aradan qalxandan sonra onurğa sütununa toxunmamaq şərti ilə
Sadəcə kənarda olan əzələləri biraz relaks, spazmını aradan götürmək olacaq. Yəni, Belə. Qısa bir aramız olacaq Çinarə xanım. Həmişəki kimi reklamlarımızı səsləndirək, sonra sağlam xəbərimiz də olacaq. Odur ki, belimizlə bağlı ağrıları daha çox gündəmə gətiririk. Disk fəqərələr arası disk zədələnmələrini daha çox vurğulayırıq. Bu gün hansı səbəblərdən olur? Adətən ağrıları necə ümumiyyətlə azaltmaq mümkündür? Sağaltmaq mümkün? Nəyin hesabına bu? Təbii ki, mümkündürmü? Ciddi bir mövzudur, yox? Ona görə də əgər birdən-birə səhər-səhər oyanırsınızsa, görürsə ki, əyilmək, nə bilim, dönmək, oturmaq sizə çətin gəlirsə, bilin ki, bugünkü mövzumuz elə sizin mövzunuzdur. Reklamlar ardıca qayıdacağıq. Sağlam Radiodan 93 FM-dən hər kəsə bir daha axşamınız xeyir olsun deyirik və keçid alırıq ikinci saatımıza. Bu saatda təbii ki, biz maraqlı mövzumuzu davam etdirəcəyik, aktual mövzumuzu davam etdirəcəyik. Sizin də suallarınız təbii ki, verilişimizə bir rəng qatacaq. Həmişə olduğu kimi 055 93 490 93-də fəqərələr arası disk zədələnmələri haqqında danışırıq. Siz də suallarınızı bu yöndə göndərə bilərsiniz. Və bugün suallarımızı cavablandırır fizioterapevt həkim Çinarə xanım Hacıyeva. Çinarə xanım, biraz hormonlardan bəhs etsək, mənə gəlir ki, yerinə düşər. Hormon balansı və maddələr mübadiləsi necə olur ki, diskimizin sağlamlığına bir növ təsir göstərir? Yəni bir növ dəstəkləyir onları. Burada hormonal balans birbaşa da olmasa, dolayı yolla təbii ki, diskin zədələnməsində mühüm rol oynayır. Səbəb odur ki, çünki disklərin qidalanması birbaşa qan damarları ilə deyil, diffuziya yolu ilədir. Bütün orqanizmdə gedən hormonal mübadilənin pozulması da buna gətirib çıxarır. Məsələn, adi stressi götürək. Stressin nəticəsində uzun müddətli stres faktoru olanda kortizolun miqdarı, hormonal hansı ki, stres hormonunun miqdarı qanda artmağa başlayır və nəticədə əgər kortizolun miqdarı artarsa, kollagen sintezini azaldır, qidalanmanı pozur və bu zaman disk zədələnməsinin pozulması üçün bir zəmin yaradır. İkinci, məsələn, hipotireozu olan insanlarda, yəni qalxana bənzər vəzi xəstəliyində hipotireozda, burada maddələr mübadiləsi onsuz da zəifləyir və maddələr mübadiləsinin zəifləməyi əzələ bağ aparatının pozulmasına gətirib çıxarır ki, və bu zaman onurğada fəqərarası diskə düşən həm mayenin miqdarında azalma baş verir, həm düşən yükün miqdarı artır və bu disk zədələnməsinə gətirib çıxarır. Hansı ki, disklərdə distrofik degenerativ proseslər baş verir. Eyni zamanda qalxana bənzər vəzi hormonun miqdarının artması bu əzələ itkisindən baş verir ki, və nəticədə orqanizmdə əzələ itkisi, həmin xəstələr əgər diqqət eləsə, sürətlə arıqlama müşahidə olunur ki, elə bunları sürətlə arıqlamada ilkin diaqnoz kimi elə qoymaq olur ki, və dif diaqnostik edərək ilk öncə qalxana bənzər vəzi hipertireozundan. Eyni zamanda məsələn qadınlarda estrogen azlığı. Bunu adətən menopaz dövründən sonra daha çox rast gəlinir. Ona görə də kişilərlə qadınları müqayisə etsək, kişilərdə bel ağrıları, onurğa zədələnmələri daha çox rast gəlinir, nəinki qadınlarda. Düzdür, o qədər kəskin fərq yoxdur, amma var. Səbəb odur ki, qadınlar menopazdan sonra estrogenlərin miqdarı azalmağa başlayır və bu estrogen azlığı özü gətirib artıq bağlarda zədələnməyə, kollagen sintezinin azalmasına gətirib çıxarır. Eyni zamanda həmin bu hormonu kişilərdə testosteron rolu oynayır ki, bu da özü sümük əzələ itkisinə gətirib çıxarır. Sonra mübadilədə burada vitamin D-nin, kalsium fosfor mübadiləsinin rolu böyükdür. Çünki və bunlarda ki, həmin bu yaş artdıqca da həmin bu hormonların, bu vitaminlərin nisbətinə daha dəqiqliklə baxmaq lazımdır. Orqanizmdə necə sorulur? Orqanizmdə bəzən olur ki, biz bunları heç analiz vermədən qəbul edirik, amma bu heç də düzgün deyil və yaxud da ki, bəzən olur ki, uzun müddətli biz vitamin D qəbul edirik, yenə təkrar analiz veririk ki, bunun qanda bəs qalxdı, amma heç qalxmır. Bu ola bilər. Səbəb odur ki, tək vitamin D-nin də sorulması üçün hansı problemlər var, hansı bağırsaq problemləri var, ona görə yaxşı olar da əvvəlcə həkim müayinəsi olsun, qan təhlillərinə baxılsın. Tək vitamin D-ni qəbul etməklə yox da, digər hansı hormonlarda, hansı sferada pozulmalar varsa, kompleks şəklində müalicə olunsun. Ümumiyyətlə disk, nəinki disk zədələnmələri, bütün xəstəliklərdə lazımdır ki, yəni multidisiplinar yanaşma lazımdır. Çünki burada həm nevroloqların, həm terapevtlərin, həm neyrocərrahların, eləcə də fizioterapevtlərin rolu danılmazdır. Hər kəs öz ixtisası tərəfindən müalicəyə baxır. Bir də bel diski zədələnəndə ən çox hiss etdiyimiz simptom bu da keylidir.
Yəni ağrı İlkin öz ağrı- növbəsində bir də görsən ümumiyyətlə hərəkət Bəli. edə bilmirsən. Bir də uyuşma halları. Yəni bu normaldır Çinarə xanım. Bəli, çünki normal deyəndə təbii ki, bu Yəni, orqanizmin disk cavab zədələnəndə belə reaksiyasıdır. hallar, Bəli, aha. ilk öncə biz bunu ağrı ilə müşahidə olunur. Amma bəzən ola bilər ki, məsələn, bel diskinin zədələnmədə, amma ağrı lokalizasiyası heç beldə yoxdur, aşağı ətraflarda var. Bunu da rast gəlirik. Çünki burada sinirin zədələnməsindən asılıdır. Sinir kökünə basqıdan asılı olaraq dəyişir. Məsələn, bel ağrılarından boyun ağrıları bu tamam fərqlidir. Bel ağrılarını danışırıq. Ağrı bəli ilkin olaraq ilk öncə əvvəlcə beldə olursa və xəstəliyin irəliləyən dəqiqələrində ağrı beldən götürülür, ötürülür ayaq aşağı ətraflar boyunca və aşağı ətraflarda da nahiyələrə görə fəqrənin zədələnməsindən asılı olaraq dəyişir. Məsələn, daha yuxarı fəqrələrdə L1, L2, L3 səviyyəsi olduqda artıq burada ağrılar budun ön səthində dizə qədər olur. Artıq L4, L5, L5 S1 fəqrələrində zədələnmə varsa, burada işias ağrısına oxşadırlar xəstələr ağrını ki və lokalizasiyaları, xarakteristikaları da elədir ki, ağrı beldən tutur aşağı ətraf boyunca ta ki baş barmağa qədər gəlir, iradiasiya edir. Tək ağrı ilə yox, keymə, uyuşma, Bəli. qıc olma hissləri verir. Bəzən ağrının xarakteristikasında hər kəsdə individualdır. Bəzən olur ki, yandırıcı ağrılar daha çox olur. Bəziləri keyliklə daha çox müşahidə olunur və həmin bu ağrının xarakterinə uyğun da insanlar ağrıdan qaçmaq üçün bir poza alır və həmin bu poza isə yəni ağrını dəf etməyə çalışırlar ki, müəyyən pozisiyalarda ağrı daha da azalır. Yəni bu düzgün bir şeydir. Baxaq suallara. Maraqlı suallar gəlib yeri gəlmişkən. Salam, axşamınız xeyirli olsun. Qonağınızı da salamlayıram. Disk yırtığında niyə ağrılar bəzən bir tərəfli olur? Deməzdim bəzən, elə əksər hallarda da bir tərəfli olur. Səbəb yenə dediyim qaydada orada sinirin baskısından irəli gəlir. Yəni həmin o yumşaq maddə ki var ki, jeleyə bənzər maddə bu kanala axır. Həmin bu kanala axanda bunun müəyyən bir hissəsi tökülür. Ki hansı ki həmin bu da hansı istiqamətdə sağa və ya sola hansı sinir kökünə baskı eləyirsə, həmin ətrafda, həmin aşağı ətrafda zədələnmə ilə özünü biruzə göstərir. Adətən bir tərəfli olur, amma bəzən olar ki, təbii ki, bu sekvestrasiya olmuş yırtıqlarda, yəni orada yırtığın ölçüsü də burada rol oynayır. Düzdür, biz hər zaman yırtığın ölçüsünə o qədər önəm vermirik. Bəzən olar ki, elə daha böyük yırtıq ölçüsü olar ki, amma bu sinir kökünə baskı eləməz və xəstədə klinik olaraq heç bir şikayət, ağrı, keylik heç nə olmaz. Sadəcə bunu məsələn profilaktik olaraq hər hansı bir müayinədən keçən zaman da bəzən onlar aşkarlana bilər. Amma bəzən olar ki, ölçüsü çox kiçikdir. Hətta heç qrija yırtığa belə keçid eləməyib, protruziya mərhələsindədir. Amma tam sinir kökünün üzərində oturubsa, bu elə ağrı verə bilər ki, lokalizasiyasına görədir və sırf sinir kökünə baskı hansı səviyyədədir, ondan asılı olaraq dəyişir. Çox doğru. Əslində bəli, olur ki, bəzən MRT-nin cavabında da və yaxud rentgenin cavabında da baxırsan yırtığın ölçüsü böyükdür. Amma həkim demir. Məsələn deyir ki, əgər bu sənə baskı, yəni ağrı vermirsə, biz bunu yubadaq. Gəlməyən bir dərmanlarla ağrını azaldaq, amma dediyimiz kimi, yəni bəli, burada əməliyyat heç də vacib deyil. Ölçü heç bir əhəmiyyət kəsb eləmir. Burada əsas rol xəstənin klinik vəziyyətinə əsasən qiymətləndirilir. Daha sonra MRT müayinənin cavabına baxılar. Burada artıq oradakı hansı ki klinikanı, müalicəni hansı taktikada seçəcək o cəhətdən. Amma belə hər xəstəyə MRT mütləqdirmi? Xeyr, mütləq deyil. Beldən indi bir balaca boyuna keçək. Çünki mənim üçün də maraqlıdır ki, boyun diskləri zədələnəndə bəs bu özünü hansı hallarla biruzə verir? Boyun disklərində də beldə olduğu kimi ilk öncə təbii ki, ağrı ilə müşayiət olunur, amma bəzən bu ağrını xəstələr boyunda deyil də, bəzən başda ağrılar, daha çox baş ağrılarından, arterial təzyiqin qalxması ilə müşayiət olunur ki, yəni bunlar adətən boyunla heç əlaqələndirmirlər. Adətən bəzən xəstələrdə görürük ki, boyun MRT əvəzinə əksər xəstələr başın MRT-sini çəkdirib gəlir ki, çünki başı kəskin ciddi ağrılar verir, dözülməz ağrılar, bəzən miqrenlə səhv salırlar. Bir tərəfli olur. Baş ağrıları xeyr, baş ağrıları ümumi baş ağrıları şəklində, çünki amma miqrendən səhv salırlar. Bəli, bəzən olur xəstələr, bu hər xəstəyə də aid demək deyil də, təbii ki, əgər bu əvvəlcədən bu xəstədə miqren varsa və sonradan boyun problemi ortaya çıxıbsa, bunu təbii ki, tetikləyə bilər, yəni artıra bilər. Amma heç yoxdursa da adətən miqrenlə
ilə səhv salan xəstələrin ilkin olaraq əvvəlki dövrlərində, yəni heç olmasa bir neçə dəfə miqren tutmaları olur və yaxud da ki, kəskin baş ağrılarından. Tək boyunda olan problem başda yox, eyni zamanda yuxarı ətraflarda, çiyin ağrılarından. Bəzən olur xəstələr həmin bu boyuna bağlı hansı ki, sinir baskısı bir tərəflə keymə, uyuşma verir. Xəstə müəyyən poza alır və artıq çiyindən hərəkətləri özündə qısıtlayır, məhdudlaşdırır bəli ki, artıq o da adətən şəkərli diabet xəstələrində bu artıq gətirib çiyin problemlərinə, çiyin zədələnmələrinə daha çox gətirib çıxarır. Əl barmaqlarının ucuna qədər və burada sinirə hansı sinir səviyyəsində, necə beldədir, eləcə də burada da təsirindən asılı olaraq, sinir kökünə baskısından asılı olaraq dəyişir. Ağrının da lokalizasiyası dəyişir, keymə, uyuşma kimi. Bəzən olur sadəcə sırf dirsəkdən aşağı keymə, uyuşma, hətta gecələr ağrının belə artması bu xəstələrdə fərqlidir. Tək burada amma sinir elə bir nüansdır ki, burada tam ciddi diaqnostika eləmək lazımdır. Çünki xəstənin qolda olanda da daha çox, əgər bu boyundan mı qaynaqlanır, bəzən boyundan deyil də tunel sindromlar səbəbi ola bilər burada. Dirsək kanalı səviyyəsində, karpal tunel sindromunu bəzən bəli, sırf boyun patologiyasına səhv sala bilərik və yaxud elə eyni zamanda da boyun patologiyası yoxdur, amma kanal problemidir. Bunu artıq testlərlə, MRT müayinə ilə ayırd eləyə bilirik. Onsuz da yavaş-yavaş söhbətimiz diaqnostika tərəf gedir, amma bir sualım da olacaq. Məsələn, hansı hallarda mütləq şəkildə, təcili şəkildə müdaxilə lazım gəlir? O artıq danışdıqlarınızdan. Burada ağrıda deyil də keymə, uyuşma. Əgər bəzi keylik boyundadırsa, artıq burada əldə nəyinsə tutmaq qabiliyyəti getdikcə azalır. Biz bu halda təcili bizə artıq SOS deyir ki, və bu bir mənalı şəkildə neyrocərrahla məsləhətləşdirməli bir durum olur. Çünki ağrıda xeyr, ağrı qaçılmaz, düzdür, ağrı daha çox insanlara narahat edir, amma ağrını azaltmaq, ağrının yönünü dəyişmək mümkündür. Amma artıq keylik getdikcə artarsa, əldə artıq bir karandaşı belə saxlamamaq səviyyəsinə gəlib çıxa bilər. Artıq heç bir pozisiya ilə, heç bir medikamentoz müalicə ilə ağrıya təsir eləmək mümkün deyil keyliyə. Ayaqda da eyni zamanda, məsələn, beldə problem var, biz nə vaxt artıq orada xəstəyə belə medikamentoz müalicə, fizioterapiya, belə deyim, qeyri-cərrahi müalicələrin hamısını dayandırır. Xəstə artıq aşağı ətraflar üzərində keylikdən o qədər əziyyət çəkir ki, nə daban üstə, nə baş barmaqlar üzərinə qalxa bilmir. Güclü keylik, güclü hissiyat zəifliyi, uyuşma artıq burada birbaşa demək olar ki, əsas lazım olan simptomlar həkimlərə həmçinin atrofiya gedə bilər. Artıq sinir qidalanması pozulduqda getdikcə əgər normal ətrafla müqayisə edirsə, atrofiya burada müşahidə olunacaqdır. Aydındır. Belə bir neçə sual da gəlib dinləyicilərimiz tərəfindən. O zaman onları da səsləndirək. Ev şəraitində ağrını azaltmaq olar, Çinarə xanım? Ev şəraitində baxır hansı ağrını, nəyi nəzərdə tuturlar. Əgər məsələn spazmdırsa, yenə də qeyri-spesifik bel ağrısıdırsa, bəli, bunu azalda bilərlər. Amma yəni yırtıq ağrısını təbii ki, azalda bilməz. Qeyri-spesifik əzələ ağrısını təbii ki, bu mümkündür. Belə. Disk problemi, bu sualı da səsləndirib, sonra reklamlarımız olacaq. Disk problemi olan şəxs mütləq əməliyyat olunmalıdırmı? Xeyr. Yəni bu heç də həmişə deyil. Təcili olan vaxtlar var. Təcili ümumiyyətlə əməliyyat ən sonda gedə biləcəyimiz bir durumdur ki, indiki dövrdə də demək olar ki, 90% hallarda bütün xəstələri, yəni əməliyyatsız, yəni müalicə eləməyə çalışırlar. Əgər müalicə bir effekt verməzsə, dediyim qaydada atrofiya getdikcə artırsa, keylik artırsa, heç bir müalicəyə tabe olmursa, bəli, bu durumda təbii ki, əməliyyatlıqdır. Amma ilk öncə elə məndə disk yırtığı var və yaxud da ki, mən MRT-yə düşdüm və bu qədər məndə disk yırtığı dedilər və bu birbaşa əməliyyata göstərişdir. Xeyr. Amma bəzən ola bilər ki, disk yırtığının ölçüsü eyni olma, yəni bizi necə deyim, həmin o yırtığın ölçüsünə görə biz əməliyyata verməliyik. Əksinə degenerativ disklərdə elə bir zədələnmə ola bilər ki, məsələn kompression, distrofik degenerativ dəyişiklik ola bilər ki, biz onu MRT-yə elə müayinə şəklinə baxsa tam qapqara görərik. Bəli, bu birbaşa əməliyyata göstərişdir. Çünki artıq fəqərə disklər, arası disklər yeyilib və fəqərələr bir-bir üzərində oturmuş olur. Yəni uzun müddət müalicə olunmayan disk yırtığı gətirib
gələcəkdə baxın biz bilirik ki, protruziya yırtığı yaratdı, düzdür? Yəni disk yırtığı nəyə gətirib çıxarar? Onu soruşmaq istəyirəm. Müalicə olunmur, uzadırıq bu prosesi. Disk həmin o disk yırtığının verdiyi fəsad bizim üçün önəmlidir. Çünki orada əlilliyə kimi gətirib çıxara bilər. Çünki orada sinir keçiriciliyini pozur, artıq aşağı ətraflı. Əgər Allah eləməsin, parezə, iflicə gətirib çıxartırsa, buradan geri dönüş çox olmur və yəni belə deyim, olduqca uzun müddətli vaxt tələb eləyir. Yəni müalicə uzanacaq. Çünki sinirin bərpası bəli uzun müddətli vaxt tələb edən şeydir və orqanizmdən individuallığından asılıdır ki, yəni bu heç kim deyə bilməz ki, tutaq ki, bir sinir zədələnmədir, tam parez ətrafından düşük pəncə ola bilər, əldə düşük əl simptomu müşahidə oluna bilər ki, biz bunu əməliyyat olunan kimi, bəli, əməliyyatdan dərhal sonra ağrı aradan qalxır. Amma dərhal sonra həmin parez aradan qalxırmı? Xeyr. Bunun aradan qalxmağı üçün bir zaman lazımdır. Bax belə. Çinari xanıma suallarınız varsa gözləyirik sizin suallarınızı 055 93 490 93 də qısa bir reklam arasına bağlamalıyıq hal-hazırda. Reklamlardan sonra əlbəttə ki, mövzumuz davam edəcək. Çünki biz axı hələ bu əməliyyata gəlib çatmamışıq. Çünki hər birimiz düşünürük ki, əməliyyat nə qədər gec olsa bir o qədər yaxşıdır. Amma indi əməliyyatın da özünün qaydası var, vaxtı var. Biraz yubanan əməliyyat da problemlərə yol aça bilər. Kömək edərmi? Ağrılar azalarmı? Əməliyyatdan sonra elə bilməyin ki, elə hə? Çinari xanım, reabilitasiya dövrü var bunun. Təbii ki, elə əməliyyat oldu. Təkrarlanma ehtimalı var. Təkrarlanma ehtimalı bəli, çoxdur. Bütün bunların hamısına aydınlıq gətirərsiniz birazdan. Fəqərələr arası disk zədələnmələri, vacib məqamlara bugün toxunduq Çinari xanımın sayəsində. Daha dərindən getdik mövzunun içinə və qayıtdıq. İndi bir neçə sualımız da var. İstəyirəm ki, bu fürsətdən də yararlanaq. Nə qədər Çinari xanım buradadır, onurğamıza dəyən bu zədələri başqa bir səbəblərində müalicəsini də bizə izah eləsin mümkünsə. Gəlib çatmışıq ən vacib deyərdim, həkimlərin də sevdiyi bir məqamdır ki, o da diaqnostika. Çünki ən düzgün, şəffaf informasiyanı müayinə üsulları verir. İlk növbədə sizdən soruşmaq istəyirəm Çinari xanım, hansı birinci olaraq müayinə üsulu köməyinizə gəlir? İlk nə tələb olunur ki, xəstəni məhz oradan birinci keçirdirsiniz? Ümumiyyətlə, yaxşı olardı ki, ümumiyyətlə ilkin anamnezdən başlayır. Hər şey klinik anamnezdən başlayır. Hələ ki, xəstəni müayinəyə yönləndirməmişdən qabaq, xəstənin duruşuna, xəstənin şikayətinə, klinik müayinə üsullarında, yəni cavablar həkimi o qədər də maraqlandırmır. İkinci növbəlidir. Amma birinci növbədə xəstənin şikayəti. Çünki xəstəliyin, hər xəstəlik hamıda eyni şikayətlə olmaya bilər. Əsas xəstənin anamnezini, dəqiq anamnezi toplamaq lazımdır. Ağrının xarakteristikası, nə vaxtdan başladığı dövrdən hansı dərman müalicəsini qəbul edib, elədiyi dərmanlar neçə faiz hallarda, hansını ağrını mı götürüb, yox və yaxud da keylik mi qalıbdı və ən əsası da təsir müddətinin uzun müddətli, neçə müddətli olmağı və ilk dəfə mi olubdu bu hadisə və yaxud da ki, bəzən olur ki, ağrı bir neçə dəfə olur, tez bir gün çəkir, sonra buna o qədər də önəmsəmirik. Amma hamısı önəmsənilməlidir və əsas rol burada klinik anamnezin üzərinə düşür. Daha sonra bəli, burada müayinə metodlarına üstünlük veririk. İlk növbədə rentgenoloji müayinə metodu düzdür, bizə burada yırtığı göstərmir, amma onurğa sütunun fəqərələr arasındakı məsafənin daraldığını, onu göstərə bilər. Sümüklərdə problemi. Daha dəqiq müayinə üsulu isə MRT-dir ki, maqnit rezonans tomoqrafiya. Bəli, biz bundan artıq bizə daha dəqiq verilir ki, yəni burada yırtığın ölçüsü, neçə millidir, hansı tərəfədir, burada sekvestrasiya varmı, stenoz varmı? Yəni bütün bunlar təbii ki, yəni sonda MRT-dən xəstələr keçir, amma ilk növbədə klinikadan. Çünki hər bir klinik şərt burada xəstənin, həkimin seçdiyi müalicənin taktikasında böyük rol oynayır. Əvvəlcə çünki bəzən olur ki, xəstəyə elə bir müalicə yazarıq, bu həm diaqnostika olar, həm xəstəliyin müalicəsi olar. Məsələn, nə kimi? Məsələn, ağrı kəsicilərdən tək ağrı kəsici vermərik. Məsələn, xəstəyə bunu ilk növbədə bir ağrı kəsici proqram fizioterapiya ilə xəstəni yönləndirərik, ona baxarıq. Amma bəzi düzdür, fizioterapiyada da bəzi nüanslar var ki, rolu böyükdür. Fizioterapiyanın rolu danılmazdır burada. Amma hər fizioterapiyada, hər xəstəlikdə olarmı və yaxud adi iki eyni disk yırtığıdır. Amma fərqli insanlardır və burada taktika tamam fərqli olacaqdır. Çünki burada bizim müalicə seçimimiz
metodikimiz, müalicə taktikamız fərqlidir. Ona görə ağrının xarakteri önəmlidir. İlk növbədə bəli, ağrını kəsməyə yönəlməlidir. Çünki ağrı olduqca, yəni xəstələrdə diskomfort hissi olacaqdır. Əvvəl ağrını, daha sonra orada iltihab var. Ağrıya səbəb olan faktoru aradan götürməliyik. İltihabı, spazm aradan götürməliyik. Duruş pozğunluğunu düzəltməliyik. Təbii ki, burada keylikdir, uyuşmadır. Bunlar getdikcə aradan götürüləcəkdir. Amma tək fizioterapiya ilə mı? Xeyr, kəskin dövrdə təbii ki, medikamentoz müalicə ilə fizioterapiyanın rolu birlikdə aparılır. Hansı fizioterapevtik müalicə üsullarıdır? Bu artıq həkimin taktikasıdır. Olurmu ki, məsələn, həm dərman müalicəsi yazırsınız, həm fizioterapiya, masaj və s. yəni dəstəkləyici üsullar və adətən də belə olur. Həm dərman müalicəsi, bəli, dərman müalicəsi, korset, indi korsetə sonra toxunarıq, həm dərman müalicəsi, həm fizioterapiya. Korset bəzən olur ki, daha çox, yəni xəstələr arasında belə bir şeydir ki, yəni korset müalicə eləyir. Korset müalicə eləmir. Kəskin dövrdə bəli, korset bizim köməyimizə çox dəyir. Çünki onurğanı stabil saxlayır və sabitliyini qoruyur onurğanın. Sabitliyini qoruyursa, bu o zaman ağrının keçir. Amma davamlı gün ərzində bütün günü korsetdə qalmaq bu tənbəl əzələ yaradır. Tənbəl əzələ simptomu və getdikcə əzələlər zəifləyir. Amma bizə bu lazım deyil. Bizə lazımdır əksinə onurğa kənarında yerləşən əzələ bağ aparatını gücləndirmək, onurğaya düşən yükün miqdarını azaltmaq. Yenə deyirəm, korset kəskin dövrdə bizə çox kömək eləyir və bəzi prosedurlardan sonra hətta məsələn traksiyadır ki, bunlardan sonra bizə mütləq şəkildə lazımdır ki, korset xəstə geyinir və bir neçə saat və sonra təbii ki, uzanıqlı vəziyyətə çıxartmaq şərti ilə. Yəni davamlı korsetdə qalmaq olmaz. Doktor, bir də maqnit terapiyası da bildiyim qədərilə disk zədələmələrində istifadə olunur, yırtığında daha doğrusu. Dəstəkləyici yoxsa birbaşa olaraq müalicə hesab edirsiniz bunu? Həm dəstəkləyici, həm müalicəvi. Nəyə görə? Çünki maqnitoterapiyanın burada rolu danılmazdır. Maqnitoterapiyanı verməkdə məqsədimiz həm qan dövranını yaxşılaşdırır, iltihabın azalmasında kömək eləyir, sinir əzələ keçiriciliyinin bərpasını sürətləndirir. Daha sonra ilkin dönəmdə ağrını kəsmək olsa da məqsədimiz, daha sonra xəstələrə 3 ay, 6 ay aralıqla yenidən təkrar profilaktik olaraq belə gəlib keçməyi tövsiyə edirik. Çünki yəni bu fizioterapiya bir dəfəlik müalicə üsulu deyil və kurs bunlar müalicələrini almalıdırlar. Daha hamısında da elektro prosedurdan söhbət getmir. Biz ən zərərsiz kimi maqnitoterapiyanı bəzən deyilir və xəstələr adətən gəlir ki, bir maqnit, amma maqnitin özündə göstəriş və əks göstərişləri var. Şüadır ona görə. Təbii ki, nəinki, çünki bu tək onurğa üçün göstəriş, əks göstərişdən getmir. Biz heç bir elektro proseduru, heç bir fizioterapiya üsulunu sadəcə onurğa üzərinə qoyub və burada kifayətlənmir. Bu daxili orqanlara sirayət edir və biz bu qadınlarda da, kişilərdə hər ikisinə tam müayinə olunur. Qan təhlillərinə baxılır, uzinin nəticələrinə baxılır. Yəni ondan sonra bu xəstəyə demək olar ki, sənə bu maqnitdir və yaxud digər prosedurlar olar və yaxud da olmaz. Damarların vəziyyətinə baxılır, aşağı ətraflara. Əgər təbii ki, aşağı ətraflarda qaydasınlarsa, maqniti biz tək beloma nahiyəsini deyil də aşağı ətraf boyunca da qoyuruq. Məqsəd həmin o keyməni, uyuşmanı aradan qaldırmaq, sinir əzələ keçiriciliyini, mikrosirkulyasiyanı düzəltmək üçün. Onda belə çıxır ki, məsələn, disk yırtığından və yaxud disk zədələmələrindən əziyyət çəkən insanlara demək olar ki, televiziya ekranlarından ən çox naftalan vannaları falan belə yəni tövsiyələr edirlər. Naftalan terapiyasından istifadə edin. Demək ki, burada da hər adama bu yəni şamil olunmamalıdır. Çünki yanaşı xəstəlikləri olan, ürəyi problemi olan insanlara bəli, naftalanda ümumiyyətlə diqqətli olmaq lazımdır. Kəskin dövrdə naftalan əks göstəriş ola bilər. Təbii ki, kəskin dövrdə naftalan çox qisti bir prosedurdur. Biz əgər kəskin iltihab varsa orada, biz naftalanı verərəksə, biraz da iltihabın miqdarını artıracaq. Yəni naftalan tətbiqi ancaq xroniki dövrdə xəstələrə göstərişdir. Amma naftalanın özü üçün əks göstərişlərin sıradan çıxartmaq şəklinə yenə deyirəm, əgər biz tək bel bölgəsidirsə, mütləq şəkildə qarın boşluğu orqanlarının tam abdominal uzisi, qadınlarda uşaqlıq, ginekoloji orqanlar daxil olmaqla, eyni zamanda kişilərdə, əgər boyun bölgəsinə proseduru nəzərdə tuturuqsa, mütləq şəkildə qalxana bənzər bəzi xəstəlikləri, onun uzisi, qan təhlilləri ayırd olunur, aşkar olunur, baxılır. Ondan sonra biz deyə bilərik ki, bu xəstə fizioterapiya ala bilər və ya ala bilməz. Gündəlik həyatımızda edə biləcəyimiz nəsə var, Çinara xanım? Gündəlik həyatımızda bəli, əsasən
oturaq həyat tərzini aradan qaldırmaq, belə deyim, disk problemləri, disk yırtıqları, protruziyalar, bəli, ciddi problemdir. Amma yəni müalicəsi olmayan, sağalmaz bir problem deyil. Düzgün, sağlam qidalanma, balanslı həyat tərzi, sağlam duruş, onurğanı üçün müalicəvi gimnastik hərəkətlər, bunlarla biz bunun qarşısını bir mənalı şəkildə ala bilərik təbii ki. Və kurs həkim nəzarətində olmaqla müalicələrimizi davam eləməklə. Yəni bir kurs müalicə alacaqlar, fasilə, daha sonra yenidən lazım gələcək də. Bəli, yenidən lazım gələ bilir və dəstəkləyici terapiyalar var ki, bəli, xəstə müəyyən müddətdən sonra hansı idman hərəkətlərini eləməlidir və hansı idman hərəkətlərini eləyir və nəticəsində həkimlə davamlı əlaqədə olmalıdır ki, bəli, indi hansı hərəkətləri eləyə bilər, eləyə bilməz. Bax belə, yəni həkim göstərişi olmadan özünü müalicəyə, yəni qalxmayan bu Əks bir mənalı göstərişdir, şəkildə. Doğru. Belə mənə gəlir ki, onurğa sağlamlığımızın, belə deyək də, disklərimizin sağlamlığının sirlərini bu gün hardasa açdıq. Necə düşünürsüz? Müəyyən hissəsini belə açdıq, amma bildik. onurğa problemləri Geniş geniş mövzudur və burada müalicənin taktikası hamısı daha dəqiqliyindən aşkarlanmalıdır, yenə deyirəm. Yəni onurğa özü orqanizmin sütununu təşkil edir. Biz onu nə qədər qorusaq, bir o qədər biz faydasını görmüşük. O zaman gələcək verilişlərimizdə biz bir daha bu mövzuya qayıda bilərik. Düşünək ki, çünki bizim sağlam belimiz sərbəst hərəkətimizdir, ağrısız günlərimizdir. Onurğamızı əsas olaraq biz daha çox onun bəli qorumalıyıq. Ona görə də keyfiyyətli həyat istəyiriksə, bütün bu məqamların hər birinə diqqət etməliyik və bədənimizi də unutmayaq ki, bizə verdiyi bəzən ara-sıra siqnallar olur. Baxın, uzun müddət biz indi əyləşmişik. Bəzən qalxarkən hər birimizdə, elə düşünməyin təkcə yaşlı adamlarda, elə bizim özümüzdə də qalxarkən mən bir ağrı hiss edirik. Bu da bizim daha çox oturmağımızla bağlıdır. Ara sıra fasilə verin, nə bilim, masanızın düzgün seçməyi öyrənin. Bəli, oturacaqdır, masada düzgün duruş bu. İnanın ki, bəzilərimiz bunu bilmirik. Bütün bunlar amma vacibdir. Belə, Çinari xanım Hacıyeva fizioterapevt bugün sağlam həyatda idi. Əziz dostlarımız, burada tamamlayırıq sağlam həyatı və faydalı məsləhətlərlə sabahlarda eyni saata qarşınızda olacaq. Təşəkkür edirəm gəldiyinizə görə. Siz sağ olun. Sağ olun.